İndi sizə bir görüntülər təqdim edəcəm. Yadınızdadırsa, ötən gün iftar məsələsi, iftar süfrələri ilə bağlı, deməli, ümumiyyətlə fikrimi sizə bildirmişdim. Daha doğrusu, həmçinin hüquqşünas Müşfiq Abbasovun fikirlərindən istat gətirmişdim. Baxıram son günlər, icra hakimiyyətləri, nə bilim, yerli özünü icra orqanları filan ard-arda iftar süfrələri indi də Şamaxıda iftar süfrəsi veriblər, sağ olsunlar. Amma xahiş edirəm sizdən, yəni elə eləyin ki, bu Bakının fəhlələrinin yarısı Şamaxıdandır. Ustalarının da həmçinin. Onlar yığışsınlar öz evlərinə, eşiklərinə, ellərinə, obalarına da. Yəni, o insanları nəzərə alın. Bu iftar süfrələri tamam, nə gözəl, yaxşı eləyirsiniz. Amma elə eləyin ki, o cəmaata da bir iş güc olsun. Yəni, o baxımdan deyirəm ki, yəni kimsə məni yanlış anlamasın. Bunları çəkdirirsiniz, orada bir qarın çörək yəyən adamları çəkdirib bütün saytlara yayımladırsınız. Amma xahiş edirəm bir daha artıq dərəcədə imkan dairəsində elə eləyin ki, həmin o vətəndaşlar sonra da iş tapa bilsinlər. Sizi inandırıram ki, normal iş olsa, normal nə bilim vəziyyət olsa, o insanlar o məclislərə gəlməzlər. Yəni, niyə gəlməzləri də sizə deyim. Çünki faktiki olaraq insanların o yerli özünü icra orqanlarından, qurumlarından elə bir narazılığı var ki, yəni dəhşətli dərəcədə. Məsələn, biz kimi tənqid eləyiriksə, 2 maşın asfaltı yığdırır kamazlara, qapı-qapı tökdürür və onu çəkdirib saytlarda paylaşdırılır. Filan rayonda abadlıq işləri davam edir. Rayonda adam qalıb ki, abadlıq işləri davam eləsin. Rayonda ümumiyyətlə əhali qalıbmı ki? Bəs niyə Bakıda 5 milyon əhali var? Bunlar Pakistanlıdır, bu bölgələrdən gəliblər də bura. Hər kəs bir parça çörəyin nətər deyirlər ucbatından və o həmin o icra hakimiyyəti və digər qurumların da nətər deyirlər o vətəndaşlara laqeyd münasibəti ucbatından o insanlar gəliblər və Bakı şəhərində çox çətin bir şəraitdə yaşamağa, çox çətin bir şəraitdə işləməyə, çalışmağa razıdırlar. Amma tək ki, bircə nətər deyərlər, o rayonda gedib o vəziyyətdə yaşamasınlar. Yəni, vəziyyət budur, gedişat budur. Yəni, o iftar süfrələrini açdıranlar, icra başçıları, nə bilim, kimlər, fərqi yoxdur. O insanlara iş yer. Məsələn, bugün Şamaxıda yolun qırağında, elə evində qarğıdalı qaynadıb satsan, ona da haqq istəyəcəklər səndən. Yəni, kim istəyir, bir yoxlaya da bilər, maraqlana da bilər. Və yaxud da, nə bilim, 2 dənə, o günləri Sumqayıtda küçə ticarətinə qarşı mübarizə aparılır. İlk baxışdan hər şey əladır, doğrudur, düzdür. Amma insanlar dolana bilmir. Dünyanın 2-ci, 3-cü, 5-ci ordusuna sahib olan Hindistanda da küçə ticarəti var. Dünyanın ən böyük megapolislərindən biri olan İstanbulda da var. Yəni, şəxsən gördüyümü deyirəm. Ondan sonra istənilən ölkədə var. Yəni, sən hər şeyi rəfə düzüb, hər şeyi səliqəli göstərmək istəyə bilərsən. Amma insanların qarnı aclısa, bu mümkünatsız bir şeydir. Yəni, mən ac qarına, səliqə səhmanı nə edirəm ki? Yəni, o insanlar, güya indi orada deyir ki, məsələn, bu toyuq nə bilim filan toyuqdur, filan. Sən insanların belə qaydına qalırsansa, məsələn, istənilən bir icra hakimiyyəti. Biri yarı borc, yarı xərc, yarı kredit gəlir, özünə ev tikmək istəyir. Niyə gəlib ora 5 min haqq qoyursunuz? Niyə gəlib bu qədər olmalıdır deyirsiniz? Niyə sökürsünüz? 20 il işləyən obyekti gəlib sökürsünüz, qanunsuzdur. Niyə? Çünki haqqın vaxtında çatdırmayıb. 2 ay, 1 ay gecikdirib. Yəni, bunun başqa adı var. 20 il ərzində siz görməmişsiniz ki, bu obyekt, məsələn, nədir, qanunsuz tikilib və yaxud da təhlükəsizlik qaydalarına cavab vermir filan beşməkən. Yəni, bunları indi mi gördünüz? Gözləriniz indi açıldı. Yəni, bu qədər də, yəni, insanları incitmək olmaz, vətəndaşla bu qədər oynamaq olmaz. Bunun günün birində bu sizin öz başınıza çatlayacaq. Dəfələrlə onsuz da insanlarla icra hakimiyyətləri arasında, xüsusən bunu niyə vurğulayıram? Deputat Razi Nurullayev deyir ki, icra hakimiyyətlərinin səlahiyyəti qalmayıb. Əslində mən bilmirəm, Razi Nurullayevdə bu narahatlıq hardandır və yaxud da İmişlinin icra başçısından ötürü narahatlı deyəmi belə eləyir, onu da deyə bilmərəm. Amma reallıq budur ki, bugün icra hakimiyyətlərinin səlahiyyəti nə qədər alınsa vətəndaşın xeyrinədir.